Axşamınız xeyir olsun. 27 yanvar 2026-cı ildir və həftənin isə ikinci çərşənbə axşamı günüdür. Şaban ayının isə 8-ci günüdür. Bugününüz artıq xeyirli başa çatsın deyirəm. Bununla yanaşı 27 yanvarda hələ də indi bu saatlarda işində olan və evində işlərlə məşğul olanlara iş avantlığı arzulayıram. Bununla yanaşı 27 yanvar günündə təhsili ilə məşğul olan istər orta məktəb şagirdlərinə, istər orta ixtisas, istərsə də ali məktəb tələbələrinə zehin açıqlığı arzulayıram. Hansı ki, yenə də istər onlayn hazırlıqlarda, istər isə canlı hazırlıqlarda olurlar, onların işlərinin avand olmasını və eləcə də hədəflərinə, məqsədlərinə çatmalarını arzulayıram. 27 yanvar günündən 31 yanvar günü daxil olmaqla məktəblər üçün artıq qış tətili başladı. Hər birinə xoş istirahət etməyim arzulayıram. Yenidən məktəbə qayıdaraq uğurlar əldə etmələrini arzulayıram. 27 yanvar günündə demək, kimlərin ki, rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm. Bununla yanaşı 27 yanvar günündə kimlərin xəstələri var, o cümlədən bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. 27 yanvar günündə kimlərin ad günü, xoş günü, şad günüdür, onları təbrik edirəm. Gözəl günlər yaşamağı arzulayıram. Bu günündə onlar üçün yeni bu günün düşərli olmalarını arzulayıram. 27 yanvar günündə 98-ci ildə Nervanın ölümündən sonra Trayan Roma imperatorunun demək olmuş oldu. Bununla yanaşı 27 yanvar günündə 1299-cu ildə Osmanlı İmperiyasının əsasının qoyulduğu gündür. 27 yanvar günündə 1593-cü ildə isə Vatikan Giordano Bruno barədə 7 illik məhkəməni proses olaraq başlatdığı gündür. 27 yanvar günündə 1695-ci ildə 2-ci Əhmədin ölümündən sonra 2-ci Mustafa'nın Osmanlı İmperiyasının sultanı olduğu gündür. 27 yanvar 1888-ci ildə isə Vaşinqton şəhərində Milli Coğrafiya Cəmiyyətinin əsasının qoyulduğu gündür. 27 yanvar 1944-cü ildə 2-ci Dünya Müharibəsi Leninqradın 900 günlük mühasirəsinin başa çatdığı gündür. 27 yanvar günü həm də 1993-cü ildə Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.